Hörmətli xanımlar, hörmətli bəylər, biz artıq bir neçə dəfə Elşad Abdullayevin təqdim elədiyi videolardakı cinayət əməllərini müzakirə etmişik. Amma yenidən mövzuya qayıtdıq. Mövzuya yenidən qayıtmağımızın səbəbi nə oldu? Bilirsiniz, Azərbaycan cəmiyyəti bu hökumətin siyasi qətllər etdiyini bilirdi. Bu hakimiyyətin bir çox siyasi qətllərdə ictimai fikir xeyli müddətdir ki, ittiham edirdi. Azərbaycan ictimai fikri bu hakimiyyəti seçki saxtakarlığına görə, vəzifələri alıb satdığına görə, korrupsiyaya görə ittiham edirdi və bunların hamısı demək olar ki, geniş mənada cəmiyyətə məlum idi, hansıları ki, Elşad Abdullayev sübut elədi. Amma yeni bir situasiya yaranıb. Bu ondan ibarətdir ki, dövlətin zirvəsi birbaşa ən ağır cinayətlərdə insanların məqsədli, şuurlu şəkildə öldürülməsində ittiham olunur. Və olduqca ciddi əsaslarla bu ittihamlar irəli sürülür. Baxın, Zahid Dünyavaliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini Elşad Abdullayevə etiraf edir ki, yuxarılar oyun qaydalarını dəyişiblər. Mən onlara izah edə bilmirəm ki, adam oğurluğuna görə daha bu qədər pul olmaz. Deməli, bunun haradasa bir ağlabatan məbləği var imiş. Hakimiyyətdə bu adi bir praktika imiş. Və bunun haradasa artıq bir ağlabatan məbləği var imiş və Zahid Dünyavaliyev ona acıqlanırmış ki, həmin o ağlabatan həddi yuxarılar keçiblər. 10 milyon dolları artıq Elşad Abdullayevin vermə imkanları yoxdur və Elşad Abdullayevə nə deyir? Deyir ki, qardaşın elə bir yerdədir ki, nə prokurorluq, nə MT, nə polis ora müdafiə edə bilməz. Qalanını siz düşünün, harada olar o? Kimin himayəsində olar o? Əgər bir ölkənin Daxili İşlər Nazirliyi, birinci muavin, nazirin birinci muavini səviyyəsində etiraf edirsə ki, polis ora müdafiə edə bilməz və üstəlik prokurorluğun və MT-nin adından da bu bəyanatı verirsə ki, onlar da müdaxilə edə bilməz. Hamı bunu düşünməlidir. Hansı səviyyədə bu cinayətlər idarə olunur? Hansı səviyyədə bu cinayətlər örtbasır edilir? Bax, ona görə də artıq bu cinayətlər gəlib o həddə çatıb ki, silsilə qətillərdən söhbət gedir. Biz gözümüzün qabağında Sevinç Babayevanın ən mühüm şahidlərdən birinin aradan götürülməsini gördük. Biz indiyə qədər bu az qala bir teleserial kimi mafiyanın iş qaydasını müşahidə edirdik videolardan. Amma indi artıq həmin bu videolarda faciə mərhələsi gəlib çatıb, şahidlər aradan götürülür. Ona görə biz bu məsələnin adiləşməsinə dözə bilmərik. Eyni zamanda Elşad Abdullayev olduqca məlumatlı adam və dediklərini bir qayda olaraq sənədlərlə sübut edən adam iddia edir ki, Sevinç Babayevə bu iş üzrə təkcə öldürülən 8-ci adamdır. Və digər adamlarla bağlı irəli sürdüyü əsaslar kifayət qədər ciddi qəbul olunmalıdır. O çox ciddi əsaslar göstərir həmin adamların da öldürülməsi, aradan götürülməsi ilə bağlı. Amma biz nə görürük? Adı müstəqil olan İstintaq Komissiyasının fəaliyyəti hələlik prosesi lokallaşdırmağa, Elşad Abdullayevi qorxutmağa, şahidləri qorxutmağa yönəlmiş bir fəaliyyət. Ona görə də Azərbaycan cəmiyyəti bu mərhələdə yenidən səsini qaldırmalıdır. Artıq insan həyatının riskindən gedir söhbət. Kim olur olsun, hətta hansısa cinayətin iştirakçısı olsa belə, insan həyatı ən toxunulmaz, ən üstün varlıqdır, dəyərdir və insan həyatına qəsd ən ağır cinayətdir. Ona görə də biz növbəti dəfə bu məsələyə qayıtmalı olduq ki, artıq şahidlərin aradan götürülmə mərhələsi başlanır və Azərbaycan cəmiyyəti buna yox deməyi bacarmalıdır. Ona görə də biz hakimiyyətin nəzərinə çatdırmalıyıq. Əslində, o şahidlər müəyyən mənada öz işlərini görüblər. Və Elşad Abdullayev əvvəllər nə iş görüb, görməyib, onun məsələni mən müzakirə eləmək istəmirəm. Fakt budur ki, bu günləri cəmiyyət üçün çox faydalı bir iş görüb. Həmin o videoları təqdim eləməklə elə bir şərait yaradıb ki, hətta o şahidlər bundan sonra da aradan götürülsə, mən istəyirəm bunu hər kəs bilsin, xüsusən bu barədə düşünən hakimiyyət nümayəndələri, gələcəkdə qurulacaq hansısa müstəqil məhkəmə həmin o şahidlərin heç bir məcburiyyət qarşısında olmadan səmimi söhbətdə
danışıqlarda təsdiq elədikləri cinayətlərdəki o ifadələri əsas sübut kimi qəbul eləyəcək. Yəni bu adamları aradan götürməklə heç kim düşünməsin ki, artıq bu adamlar təzədən üzləşmə protokolları ilə dediklərini təsdiq eləmədiklərinə görə, yenidən ifadə verə bilməyəcəklərinə görə artıq o adamların vaxtı ilə dedikləri öz hüquq qüvvəsini itirəcək elə deyil. Bunu da hər kəs bilməlidir. Ona görə də biz Azərbaycan cəmiyyəti olaraq bu məsələyə kifayət qədər sərt, prinsipial yanaşmalıyıq. Baxın, bugün gündəmdə iki mühüm hadisə var. Biri bizim orduda baş verənlərdir. Axırıncı əskər ölümü cəmiyyəti yerindən oynatdı. Çox ciddi etirazlara səbəb oldu. İkincisi də bir neçə ayda davam edən həmin bu cinayətlər haqqında yayılan videolar. Azərbaycan hökumətinin yanaşması nədən ibarətdir? Hər iki hadisəni fikir verməmək, şərh eləməmək, bu barədə danışmamaq, görməməzliyə vurmaq və unutturmaq siyasət aparır. Azərbaycan hökuməti düşünür ki, bizim unutmaq imkanlarımız o qədər böyükdür ki, bəlkə biz onlara bu əsası vermişik. Çünki biz 700 əskərin faciəsini unutmuşuq. Çünki biz çoxlu sayda səsküylü siyasi qətilləri unutmuşuq. Onların məsuliyyətini hökumətdən 1 ay, 2 ay tələb edib, sonra bezmişik, yorulmuşuq. O barədə heç danışmamışıq da və Azərbaycan hökumətinə pis bir mesaj vermişik. Azərbaycan hökuməti indi arxaim olub ki, bu xalqa hər şeyi unutturmaq olar. Bu xalq əgər Elmarın üstündən keçdisə, Ziya Bünyadovun qətli ilə maraqlanmadısa, 700 əskərin faciəsinə dözdüsə, deməli bundan sonra da hər şeyi qəbul etdirib, unutturmaq olar. Amma anlamırlar ki, vəziyyət dəyişib. Vəziyyətin dəyişməsinin iki səbəbi var. Biri ondan ibarətdir ki, indi cəmiyyətimiz daha informasiyalıdır. Əgər əvvəllər baş verən cinayətlər haqqında məlumatlar yalnız 5-10 min tirajla qəzetlər vasitəsilə yayılırdısa, indi burada qeyd olundu. Bir material yalnız bir saytda, Azadlığın saytında 200 mindən artıq adam tərəfindən oxunur. Yaxud Elşad Abdullayevin göndərdiyi videolar müxtəlif hesablardan YouTube-da 100 minlər tərəfindən izlənilir. Artıq milyonlarla insan həqiqətdən xəbərdardır. Demək, birinci faktor budur. Əvvəllər əgər 10 minlərlə insan bu cinayətləri bilirdisə, eyni hadisəni 100 minlər biləndə başqa keyfiyyətcə yeni situasiya yarandı. İndi elə eləmək lazımdır ki, onu milyonlar bilsin. Bax, birinci iş bundan ibarətdir. Baxın, əgər 10 minlərdən 100 minlərə keçid zamanı bu qədər keyfiyyət dəyişikliyi baş verdisə, 100 minlərin məlumatlı olmasından milyonların məlumatlı olmasına keçid zamanı tamam başqa bir situasiya yaranacaq. Ona görə, bax, biz bunu düşünməliyik. İkincisi, dəyişiklik ondan ibarətdir ki, səbir kasası nəhayət Azərbaycan xalqının da artıq dolur. Bəli, 700 əskər ölümü heç zaman sonuncu dəfə olduğu qədər reaksiya ilə qarşılaşmamışdır. Və biz hər zaman düşünürük. Cəmiyyətdə, mətbuatda ciddi müzakirə olunur. Həbsxanalarda adamlar işgəncə ilə öldürülür. Polisdə işgəncə ilə öldürülür. Tamamilə təqsirsiz insanlar üzərlərinə cinayət qoyulur, onlar məcbur olub bəziləri intihar edir, bəzilərini döyürlər, öldürürlər, intihar kimi təqdim edirlər. Azərbaycan cəmiyyəti tərpənmir. Orduda nələr baş verir? Azərbaycan cəmiyyəti tərpənmir. O zaman hamı düşünürdü ki, bu məsələləri ciddi təhlil edən adamlar düşünürdü ki, Azərbaycan cəmiyyətinin həmin o səbir kasası dolmaqdadır, hələ dolmuyor. İndi göründü artıq, onun simptomları göründü ki, həmin səbir kasası artıq son damlaları qəbul edir. Bax, ona görə 12 yanvarda elə bir böyük bir hadisə baş verdi. Demək olar ki, heç bir siyasi qüvvə tərəfindən təşkil olunmamış, idarə olunmamış, əsl xalq etirazı oldu. Gənclər tərəfindən minlərlə insanın etirazı çıxdı ortalığa. Sivil bir etiraz, amma xalqın öz etirazı. Bu yeni situasiyadır. Hökumət bunu nəzərə almayıb. Ona görə də biz indi çalışmalıyıq ki, siyasi qüvvələr olaraq Azərbaycan hökumətinin nəhayət əməllərinə görə məsuliyyət daşımağa öyrəşdirək. Biz indi ona çalışmalıyıq ki, əgər bir xətt bu həqiqətlərin, bu acı həqiqətlərin milyonlara çatdırılması xətti olmalıdırsa, ikincisi də biz siyasi qüvvələr ona çalışmalıyıq və bugünkü dinləmənin də məqsədi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini bu silsilə cinayətlərə alışdıra bilməsinlər. Biz adətkarda olmayaq, situasiyaya adaptasiya olmayaq. Artıq biz
bu ölümlərə, bu cinayətlərə statistika kimi baxmayaq. Hər dəfə olduqca ciddi yanaşaq bu məsələlərə. Bax, indi bizim cəmiyyət olaraq, toplum olaraq qarşımızda duran vəzifə bundan ibarətdir ki, bu hökumətə mütəmadi mesajlarımızı çatdıraq ki, biz alışmayacağıq bu vəziyyətə, bu vəziyyətlə barışmayacağıq və siz nə qədər özünüzü qorxunç hesab edirsinizsə eləyin. Bütün dünya tarixi göstərir ki, ən qəddar diktatorlarda, ən qəddar rejimlər də xalqların yalın əllərinin qarşısına gücsüzdürlər. Xalqlar ayağa qalxanda həmin o rejimlər oyuncaq rejim kimi çökürlər. Azərbaycan xalqı da artıq o səbrinin daşıma mərhələsinə gəlib çatır. İndi bizim siyasi qüvvələrin hamısından o yetkinlik, o cəsarət tələb olunur ki, bu işi axıra qədər aparaq, bu qanlar ört-bastır edilməsin. O qədər qan töküblər ki, o qədər adam öldürüblər ki, bizdə el arasında deyildiyi kimi bu qanlar onları tutacaq. Ola bilməz ki, bu qədər insanları öldürüb, bunun altından çıxasan, məsuliyyət daşımayasan, mümkün deyil bu. Ona görə də biz Azərbaycan toplumunu səfərbər eləməkdə davam eləməliyik. İctimai Palata ümid edirəm ki, öz missiyasını axıra qədər həyata keçirdəcək və Azərbaycan xalqı da üzərinə düşəni edəcək inşallah. Sağ olun.